İkinci dərsimiz təhsil qanunudur. Çalışdığım qədər qısa və lakonik danışacağam, çox uzatmamaq şərtilə. Deməli, nə deyir burada? Birinci, təhsil qanununda təhsil hüququ haqqında 5 dənə olan bənd var. 5 dənə bəndə baxacağıq. Maddə 42-də olan 5 dənə bənddən danışırıq ilk olaraq. Görək həmin 5 dənə bənddə nə deyir? Deməli, birincidə deyir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Deməli, əgər hər bir vətəndaş Azərbaycan Respublikasının vətəndaşı sayılırsa o adam və Azərbaycan Respublikasının belə deyək də, ərazisində yaşayırsa, o adamın mütləq formada təhsil almaq üçün bir hüququ var. Yəni o hüququndan istifadə edib təhsil ala bilər. Fərqi yoxdur, yaşı neçə olmağından asılı olmayaraq. Yəni hansı yaşdadsa, belə deyək, hansı təhsil pilləsinə uyğun gəlirsə, həmin təhsil pilləsində də təhsil almaq kimi həmin bir şəxsin bir hüququ var. Bu birincisi. Getdik ikincisinə. Deyir dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu təmin edir. Qabağına yazırıq 9 illik. Yəni dövlət 9 illik təhsili sənə məcbur eləyir ki, sən mütləq formada 9 illik təhsili almalısan. Və 9 illik təhsil necədir? Pulsuzdur. Pulsuz formada səni dövlət 9 illik təhsillə təmin edir. Yəni 11 illik də pulsuz deyil. Yəni məsələ onda deyil. Sadəcə olaraq 9 illik məcburidir. Mütləq formada məcbur olaraq sən 9 il təhsil almalısan. Bu ikincisi. Sonra getdik üçüncüsünə. Təhsil sisteminə dövlət nəzarət edir. Yəni dövlətin bir qurumu var, Elm və Təhsil Nazirliyi. Elm və Təhsil Nazirliyi ümumi olaraq təhsil sisteminə nəzarət eləyir. Bu da üçüncü bənd. Dördüncüyə baxaq. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam elətdirməsinə dövlət zəmanət verir. Bu nə deməkdir? Deyək ki, siz 11-ci sinifi qurtardınız. Buraxılış imtahanlarında da yüksək nəticə toplamısınız, blok imtahanında da yüksək nəticə toplamısınız. Və buna görə də universitetə qəbul olmaq istəyirsiniz. Seçim edirsiniz və dövlət sifarişli yerlər yazaraq universitetə qəbul olursunuz və bakalavr təhsili alırsınız. Bundan sonra magistra hazırlaşırsınız və yenə yüksək bal toplayırsınız. Yenə dövlət sifarişli yerlərə düşürsünüzsə əgər, dövlət tərəfindən sizin elə bil ödənişiniz təmin olunur və siz dövlət sifarişli magistraturada təhsil alırsınız. Və həmçinin doktoranturada eyni variantda təhsil ala bilərsiniz dövlət sifarişi formasında. Və yaxud da bununla əlavə peşə məktəblərində, kolleclərdə, texnikumlarda da dövlət sifarişli əsaslarla təhsil ala bilərsiniz. Fərqi yoxdur. Yəni dövlət istedadın varsa əgər sənin bacarığın varsa, yəni təhsil nailiyyət dediyimiz, yəni sonda əldə elədiyin nailiyyətin, imtahan balın yuxarıdırsa, deməli dövlət sənə şərait yaradır ki, sən pulsuz formada təhsilini davam elətdirəsən. Bu da dördüncüdür. Beşinci, dövlət minimum təhsil standartları müəyyənləşdirir. Bax, burada yazıb minimum. Niyə minimum? Ona görə minimum təhsil standartı ki, dövlət bütün şəxslər üçün maksimum təhsil standartı müəyyənləşdirə bilməz. Yəni, bütün uşaqların hamısı maksimuma çata bilməz təhsil aldığı dövrdə, təhsil aldığı müddətdə. Amma onların hər birində minimum təhsili, belə deyək də, minimum standartını müəyyənləşdirə bilərik. Ona görə də yazılır ki, dövlət minimum təhsil standartları müəyyənləşdirir ki, ən azından minimumu şagirdlərdə öyrətsin. Şagirdlərin minimum bilik və bacarıqlar, ümumi olaraq təhsili şagirdlərdə minimum formada öyrədə bilsin. Bu da oldu 5-ci bəndimiz. Qısacası yekunlaşdırsaq, deməli, hər bir vətəndaşın təhsil almaq hüququ var idi. 9 illik təhsil məcburi idi və dövlət bunu pulsuz olaraq təmin eləyirdi. Təhsil sisteminə dövlət nəzarət eləyirdi. Maddi vəziyyətindən asılı olmayaraq kim əgər istedadlı idisə, İstənilən təhsil pilləsində təhsilini davam elətdirə bilərdi və dövlət bunun tərəfindən ödənilirdi. Həmin ödənişlər dövlət sifarişli olaraq yerinə yetirilir və dövlət tərəfindən sənin ödənişlərin ödənilirdi və oradan hətta stipendiyalar alırdın. Beşinci isə dövlət minimum təhsil standartları müəyyənləşdirirdi ki, ən azından hər bir şəxs həmin minimum təhsil standartına yiyələnsin. Bu belə. Bu 5 dənə bənd. Gəldik indi digər hissəyə. Digər hissə təhsilin formalarıdır. Təhsilin 3 dənə forması var. Yəni, bunu təhsil alma ilə qarışdırmayaq, çalışaq da hamısını dərk edək. Təhsilin 3 forması hansıdır? Birincisi formal, ikincisi qeyri-formal, üçüncüsü isə informal. Formalda nədir? Formalda sənə dövlət sonda nə edir? Bax, sənəd verir. Sən deyək ki, məktəbə gedirsən, peşə məktəbinə gedirsən, kollecə gedirsən, nə bilim, texnikuma gedirsən və yaxud da ali məktəbə gedirsən. Fərqi yoxdur. Bunların hər birinin sonunda sənə dövlət nə edir? Sənəd verir. Attestat mı verir, diplom mu verir? Hər hansısa bir sənəd alırsan. Və bu sənəd sənə dövlət tərəfindən verilir. Bunda hansı təhsil forması olur? Bunda olur formal təhsil forması. Əgər sən sonda, başa çatanda dövlət tərəfindən sənəd alırsansa, olur hansı təhsil forması? Olur formal təhsil forması. Gəldik qeyri-formal təhsil formasına. Deyək ki, sən hər hansısa bir kursa gedirsən, sonra dərnəyə gedirsən və yaxud da fərdi məşğələyə gedirsən
və oradan hər hansı bir sertifikat alırsan, diplom alırsan. Məsəl üçün, deyək ki, dil kursuna gedirsən, oradan bir diplom alırsan. Hər hansı bir sertifikat alırsan. Və yaxud da məsəl üçün, tip kursuna gedirsən, dövlət tərəfindən olan yox, özəl tip kursudur. Getdin orada hər hansısa bir sonda sənə diplom verdilər, sertifikat verdilər. Amma bu diplomu, sertifikatı həmin müəssisələr verir. Sənə dövlət vermir. Bax, dövlət təhsil sənədinin verilməsi ilə müşahidə olunmayan. Yəni sənə dövlət sənəd vermədi. Hər hansısa bir kurs və yaxud da ki, hər hansı bir dərnək sənə sertifikat verdi, diplom verdi. Bu zaman sən hansı təhsil formasından istifadə etmiş olursan? Bu zaman sən qeyri-formal təhsil formasından istifadə etmiş olursan. Gəlirik üçüncüyə. Üçüncü olur informal. İnformal nədir bəs? Özünün təhsil yolu ilə biliklərə yiyələnməyin formasıdır. Bir adam oturur evdə, hər hansı bir dil öyrənmək istəyir. Oturur, sərbəst formada həmin dili öyrənir. Bu informal təhsil sayılır. Və yaxud da hər hansısa bir deyək ki, məsəl üçün miqə hazırlaşırlar, belə götürək. Miqə hazırlaşır, adam oturur fərdi formada evdə, YouTube-da dərslər açır, ödənişsiz o qədər dərs keçən müəllimlər var ki, mənim kimi. O videoları açır, baxır, orada özü üçün öyrənir. Deməli, hansı təhsil formasından istifadə eləyir? İnformal təhsil formasından istifadə eləyir. Təhsilin forması olduğu neçə dənə? 3 dənə. Formal, qeyri-formal, informal. Formalda dövlət sənə sonda sənəd verir. Qeyri-formalda kursa gedirsən, dərnəyə gedirsən, sənə sənəd verilsə də o sənəd dövlət tərəfindən verilmir. Bu olur qeyri-formal. İnformalda isə özün oturursan sərbəst formada hər hansısa bir biliyə yiyələnirsən. Bu da olur hansı? Bu da olur informal təhsil forması. Təhsil formaları da belə getdi. Gəldik təhsil alma formasına. Bura qədər qaranlıq qalan var? Kiməsə desin. Kiməsə qaranlıq qalsa var bura qədər? Tamam, gəldik təhsil alma formalarına. Təhsil alma formaları ümumilikdə 7 dənədir. Ən əsas verilən kitabda 4 dənəsidir. Digərlərini isə əlavə verildiyi üçün izahını yazmışıq ki, tam olaraq bilə biləsiniz. Gəldik nəyə? Əyaniyə ilk olaraq. Əyanidə bilirik ki, gündəlik dərsə gedirik. Məktəbdə də belədir, universitetdə də belədir çox vaxt. Yəni hamı gündəlik dərsə gedirsə, bu olur əyani təhsil alma forması. Çox vaxtı söz olaraq təhsil forması və təhsil alma formasını qarışıq salırlar. Təhsilin forması 3 dənə olur. Amma təhsil alma formaları təhsili necə almağın, yəni təhsili təhsili necə almağından söhbət gedirsə, təhsili necə almağınsa, çox üzr istəyirəm, niyə belə elədi bilmirəm. Təhsili necə almağınsa adlanır nə? Təhsil alma forması. Yəni hansı formada sən təhsil alırsan. Deməli, birinci dedik əyani, ikinci gəldik qiyabi. Qiyabidə nətər olur? Qiyabidə sən semestr sonunda imtahanlara gedirsən. Hər semestrin sonu müəyyən müddətli 1 aylıq, 20 günlük dərsə gedirsən. Sonra isə nə edirsən? İmtahana gedirsən. Bu olur qiyabi təhsil alma forması. Və universitetdə də əyani və qiyabi təhsil alma formasından istifadə olunur. Universitetlərdə qiyabidən istifadə olunur. Gəlirik ikinci distant təhsil alma formasına. Distant nədir? Distant onlayndır, məsafədəndir və distantda mütləq formada texnologiyadan istifadə olunur. Məsələn, biz indi hal-hazırda distant təhsil alma formasından istifadə eləyirik. Aydındır? Yəni, hər oturub öz evində, siz öz evinizdə, mən öz evimdə məsafədən texnologiyadan istifadə edərək, internet resurslarından, kompüterdən, planşetdən, telefondan istifadə edərək yəni, dərsə qoşulmuşuq. Bu olur distant təhsil alma forması. İndi bu ikisi, distant və qiyabi məktəblərdə istifadə olunmur. Azərbaycan məktəblərində distantdan və qiyabidən istifadə olunmur. Niyə burada məktəbi qeyd eləmişik? Çünki biz danışırıq məktəbdən və ümumi təhsil məktəblərindən danışdığımıza görə mütləq formada bunu vurğulamalıyıq. Amma qiyabidən dediyimiz kimi universitetlərdə istifadə olunur. Gəlirik 4-cü təhsil alma formasına. Bu adlanır eksternat. Eksternatın digər adı isə sərbəst təhsil alma formasıdır. Deməli, eksternat nə deməkdir? Bunun açıqlamasını verək. Deyək ki, hər hansı bir şəxsdir. Bu adam 9-cu sinifə qədər dərsə gəlir və yaxud da 8-ci sinifə qədər məktəbə gəlir. Bu müəyyən müddətdən sonra məktəbdən çıxır. Məktəbə ümumiyyətlə gəlmir. Deyək ki, məsəl üçün gedir xarici ölkəyə və bir müddətdən sonra 20 yaşında, hər nəsə 5 ildən, 3 ildən sonra məktəbi bitirəcək vaxtdan, həmin 9-cu sinifdə olacaq yaşından bir neçə yaş sonra gəlir məktəbə ki, bəs mən sənəd almağa gəlmişəm, mənə attestat lazımdır. Bu zaman həmin şəxs eksternat təhsil alma formasından istifadə edərək buraxılış imtahanı verir və sonda nə edir? Təhsil sənədi alır, attestat alır. Aydındır? Yəni müəyyən müddət təhsildən kənarda qalan bir şəxs buraxılış imtahanı verib attestat almaq üçün istifadə olunan bir təhsil alma formasıdır. Və yaxud da təhsil səviyyəsini vaxtdan əvvəl bitirmək üçün. Deyək ki, uşaq oxuyur 3-cü sinifdə,
və yaxud da 8-ci sinifdə və yaxud da 10-cu sinifdə. Bu təhsil səviyyələrinin sonuna yaxın olan siniflərdə olur. Məsələn, deyək ki, uşaq 3-cü sinifdə oxuyur, amma bu uşaq keçmək istəyir birbaşa, yəni 3-cü sinifə keçir, sentyabr ayıdır, amma bu uşaq keçmək istəyir birbaşa hansı sinifə? 4-cü sinifə keçmək istəyir. Daha doğrusu sentyabr ayı yox, ümumiyyətlə də, yəni 3-cü sinifdə oxumalıdır, keçmək istəyir 4-cü sinifə. Hal-hazırda 2-də oxuyur, məsəl üçün deyirəm. Deməli, bu adam nə edir? Sərbəst formada, eksternat formada təhsil alma formasından istifadə eləyir və eksternat imtahan verərək bir sinif yuxarı adlayır və eksternat səviyyədə bir sinif yuxarı adlamaq yalnız bir səviyyədə ola bilər. Məsəl üçün, ya deyək ki, üstdən oxuyursa keçir 4-ə. Məsələn, 8-də oxuyursa ki, ta 9-a təzədən eksternat imtahan verib keçə bilməz. Ümumi təhsil səviyyəsində yalnız bir dəfə eksternat sərbəst təhsil alma formasından istifadə edib sinifdən sinifə keçə bilər şagird. Aydındır? Dedik 2 dənəsi oldu. 1. Uzun müddət təhsildən kənarda qalırsa, bu adam sənəd almaq istəyirsə, buraxılış imtahanı verməsi üçün, sənəd almaq üçün eksternat təhsil alma formasından istifadə eləyir. İkinci isə sinifdən sinifə keçmək üçün, səviyyələrin sonunda sinifdən sinifə keçmək üçün yalnız bircə dəfə eksternat təhsil alma formasından istifadə eləyərək şagird bir sinifdən digərinə keçə bilər. Bu yalnız ümumi 11 il ərzində yalnız bircə dəfə bundan istifadə edib sinifdən sinifə keçir. Bu da oldu eksternat təhsil alma forması. Gəldik evdə təhsil alma formasına. Bu sağlamlığı məhdud olan uşaqlar üçündür. Allah uzaq eləsin, hər hansı bir uşaq olur, əlilliyi olur, yeriyə bilmir və yaxud da əqli biraz zəifliyi olur, məktəbə gələ bilmir. Bu zaman müəllimlər təyin olunur müvafiq dərslərə uyğun olaraq və müəllimlər həmin şagirdin evində gedib həmin şagirdə dərslər keçirlər. Bu adlanır evdə təhsil alma forması. 6-cı olaraq baxırıq stasionar. Stasionar nədir? Hər hansı bir şagird, Allah uzaq eləsin, hər hansı bir xəstəliyi olur, o müəyyən müddət əməliyyat olunur və deyək ki, əməliyyatdan sonra uzun müddət xəstəxanada qalmalıdır, sağlamlığına qovuşana qədər. Əgər şagird 21 gündən artıq həmin tibb müəssisəsində, hər hansı bir tibb müəssisəsində qalırsa, müəllimlər belə deyək, Təhsil Nazirliyinin və rayon sektorlarının, regionalların verdiyi qərara uyğun olaraq müəyyən müəllimlər seçilir və həmin müəllimlər şagirdə həmin tibb müəssisəsinin daxilində başlayırlar dərs keçməyə. Bu adlanır stasionar təhsil. Orada əsas şərt odur ki, şagird 21 gündən artıq tibb müəssisəsində qalsın və ondan sonra başlayırlar ona stasionar təhsildən istifadə eləməyə. Bu da stasionar. Gəlik fərdiyə. 7-ci olan və sonuncu olana. Fərdi təhsil alma forması 2 kateqoriyaya deyək ki, bölünür. Biri istedadlı şagirdlər üçündür. Deyək ki, məsələn, uşaq çox istedadlıdır. Bu 1 və yaxud da 2 və yaxud da 3 şagird ola bilər, fərqi yoxdur. Bu yəni qrup formasında da ola bilər. Bir neçə xüsusi istedadlı şagird var və müəllim onlarla fərdi formada təhsil alma formasından istifadə edərək məşğul olur. Bu fərdinin bir növü. İkinci növü isə şagird təhsilə ümumiyyətlə cəlb olunmayıb. Adam 5-ci sinifdə oxumalıdır, məktəbə ümumiyyətlə gəlməyib. Və yaxud da adam məsəl üçün deyirəm, bu təhsilə cəlb olunmayanlar bir neçə kateqoriyaya bölünür. Sadəcə ümumi deyəcəm, başa düşə bilərsiniz. Məsələn, deyək ki, adam 4-cü sinifə qədər məktəbə gəlib, amma indi 9-cu sinifdə oxumalıdır və ya 8-ci sinifdə oxumalıdır. 4-cü sinifdən sonra məktəbə gəlməyib. Bu adamdan məşğul olmaq lazımdır və bunu belə deyək də, təhsil vermək lazımdır. Bu zaman istifadə olunan təhsil alma forması olur nə? Fərdi təhsil alma forması. Aydındır? Bu da təhsil alma formaları. Qısa olaraq lakonikləşdirsək, qısalaşdırsaq, əyani nə idi? Gündəlik dərsə getdiyimiz idi. Qiyabi nə idi? Yalnız semestr sonu imtahana gedirdik və müəyyən müddət dərsə gedirdik, az bir müddət. Distant nə idi? Onlayn və məsafədən idi və distantda mütləq formada texnologiyadan istifadə olunurdu. Qiyabi və distant Azərbaycan məktəblərində istifadə olunmurdu. Eksternat nə idi? Digər adı sərbəst idi. Eksternatda təhsil sənədi almaq üçün istifadə olunan təhsil alma forması idi və səviyyəni vaxtından əvvəl bitirmək üçün, yəni sinifdən sinifə keçmək üçün istifadə olunan təhsil alma forması idi. Evdə təhsil alma sağlamlığı məhdud uşaqlar üçün idi. Stasionar nə idi? Əgər bir şagird 21 gündən artıq tibb müəssisəsində qalırdısa, həmin şagirdə verilən təhsil alma forması idi. Yəni həmin şagird təhsil alma forması adlanırdı stasionar. Fərdi nə idi? İstedadlı şagirdlər üçün idi və bir də təhsilə cəlb olunmayanlar üçün idi ki, bu şagirdlər ümumiyyətlə təhsilə cəlb olunmamışdı. Bunlar üçün istifadə olunan təhsil alma forması olurdu fərdi. Bir də burada qeyd yazmışıq. Burada zəruri hallarda müasir texnologiyalardan istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı, yəni Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada digər təhsil alma formalarından istifadə oluna bilər. Məsələn, hibrid təhsil alma formasından istifadə oluna bilər və yaxud da X bir digər təhsil alma formasından istifadə edə bilərlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin verdiyi bir qərar lazımdır, qayda lazımdır. Burada yazdığımız müvafiq icra hakimiyyəti orqanı, yəni Elm və Təhsil Nazirliyi. Bu demək. Bu da təhsil alma formaları oldu 7 dənə.
Məncə bura qədər olan hissədə aydındır. Elə çətin deyil çünki bunlar. Ola bilər yadınızdan çıxsın, amma məncə çətin deyil. Aydın olmayan, qaranlıq qalan nəsə var kiməsə desin. Heç nə, lap yaxşı. Keçək pillə və səviyyələrə. Valla azdır. Bunlar çox bir şey deyil. Sadəcə olaraq dərsimiz çox uzun gedib, ona görə belə fikirləşirsiniz. Az qalıb, qıcıqlı qalıb, onu izah eləyim sizə. Deməli, təhsilin pillələri və səviyyələri. Pillə böyük anlayışdır, səviyyə kiçik anlayışdır. Yəni pillə daha anadır deyə, səviyyə onun balalarıdır. Təhsilin 5 dənə pilləsi var. Məktəbə qədər, ümumi, peşə, orta ixtisas, ali təhsil. Və bunların hər birində səviyyələri var. Bunları hər birini bilməyimiz əsas deyil. Bizə əsas olan ikinci olan ümumi təhsil pilləsi və onun səviyyələridir. Çünki biz ən çox bundan danışırıq və bundan istifadə edirik. Amma ümumi olaraq, yəni bilməyimiz qısa olaraq deyim ki, məsləhət olar ki, ola bilər hər hansı bir sualda qabağınıza çıxsın. Amma imtahanda bununla bağlı bir məsələ qarşınıza onsuz da çıxmayacaq. Bunu belə sadəcə olaraq belə izah eləməyə ehtiyac yoxdur. Sadəcə olaraq öyrənəksiniz. Yəni bura əsas hissə deyil. Sadəcə olaraq öyrənəcəyiniz bir hissədir. Göstərirəm ki, nədir? Pillə daha böyük anlayışdır, səviyyə daha kiçik anlayışdır. Səviyyələr pillərin içərisindədir. Elə bilin ki, bir pillə belə deyək, bir evdirsə, səviyyələr onun otaqlarıdır. Belə başa düşün. Və yaxud da pillə anadırsa, səviyyə onun balalarıdır. Belə başa düşün. Məktəbə qədər olan hissədir. Yəni bağça təhsilindən danışılır. Ümumi təhsil isə 4 səviyyədən ibarətdir. Məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta. Məktəbə hazırlıq nədir? 5 yaşlılar var, nolavoylar. Onlar aiddir məktəbə hazırlığa. İbtidailəri bilirik, ümumi ortanı bilirik, tam ortanı da bilirik. Yəni 5, 9, 10, 11 də bunlar ümumi orta və tam ortadır. Və biz deyirdik ki, ümumi orta təhsil, bax bura qədər olan təhsil, ümumi təhsil nə idi? Məcburi idi. Bax məcburi idi ki, sən mütləq formada dərsə gələsən. Bu dövlətin sənin qarşında qoyduğu tələb idi ki, bala sən 9-cu sinifə qədər mütləq formada məktəbə gəlməlisən. Bu sənin üçün məcburi idi. Digər təhsil pillələri isə məcburi deyil. Yəni sən kefindən asılı olaraq istəyirsən oxuya da bilərsən, təhsil davam etdirə də bilərsən, davam elətdirməyə də bilərsən. Orta ixtisas təhsili kollec və texnikumlarda verilən təhsildir ki, onun səviyyəsi yoxdur. Digərlərinin isə hər birinin səviyyələri qarşısında yazılıb da onlar bir-bir vurğulanır ki, vaxt da çox getməsin. Gəldik son olan hissəyə, qanundan seçmələr. Və bu qanundan seçmələr ola bilsin ki, sınaqlarda və testlərdə qabağınıza çıxsın. Elə vacib hissə deyil, sadəcə olaraq yazmışam ki, gözünüz görsün ki, yadınızda qalsın. Bax, burada nə var? Burada yazıb ki, ümumi təhsil proqramına aid olanlar. Bir də yazıb fən kurikulumuna aid olanlar. Ümumi təhsil proqramına aid olan o deməkdir ki, yəni 1-ci sinifdən 11-ci sinifə qədər təhsil proqramına nələr aiddirsə, bax, 1-ci sinifdən 11-ci sinifə qədər təhsil proqramına nələr aiddirsə, onları göstərir. Biraz xəttim pisdir, amma yola verməyə yox. 1-ci sinifdən 11-ci sinifə qədər təhsil proqramına nələr aidsə göstərir nədə? Bax, burada 4 dənədə. Fənlər üzrə kurikulumlara aiddir, dərsdən kənar məşğələlər aiddir, məktəbdən kənar təhsil proqramları aiddir, və tədris planları aiddir. Bax, bunları seçmək üçün bir dənə bunları əzbər bilsəz, bəs eləyir. Yəni, bunları onsuz digərlərini içindən seçə bilərsiniz. Çünki ümumi təhsil proqramına aid olanları bilsəz, fən kurikulumuna aid olanları onun içindən seçmək asan da olacaq. Çünki bunlar çox vaxtı qarışıq düşür. Məsəl üçün, deyir ki, ümumi təhsil proqramına aid olanı seç. 4 dənəsini buradan verir. Bax, 4 dənəsini deyək ki, buradan verir. Birini də buradan verir, yuxarıdan verir. Birini də yuxarıdan verir. Yəni, onu seçmək üçün mütləq formada bir dənəsini bilsəz, bəs eləyir. Sadəcə mən izah eləməliyəm, ona görə izah eləyirəm. İndi gələk nəyə? Burada fən kurikulumuna aid olanlara. Fən kurikulumuna aid olanlar odur ki, yəni bir fənnin içərisində nələr aiddir, onu göstərir sənə. Burada yuxarıda 1-ci sinifdən 11-ci sinifə qədər təhsil proqramına aid olan şeyləri göstərir ki, bax, fənlər üzrə kurikulumlara aiddir, dərsdən kənar məşğələlər ora aiddir, təhsil proqramları ora aiddir, tədris planları aiddir. Bir fənlə daxil olanlar isə fənnin məqsədi vəzifəsi, fənnin tədrisinə verilən tələb, nəticələr, bax, qısa olaraq yadda saxlayın, nəticələr. Nəyin nəticələri? Səviyyələrin və siniflərin nəticələri. Qısa olaraq nəticələr sözünü yadda saxlayın, bəs eləyir. Sonra strategiyalar, inteqrasiya, qiymətləndirmə və metodik tövsiyə. Yəni, hər birini bir dənə sözdən yadda saxlamaq olar. Aydındır? Yəni, bunları yadda saxlamanın ən rahat versiyası isə
Dediyim kimi, bir dənə birinci hissəni öyrənməkdir. Bu da testlərə düşür deyə yazmışam, yoxsa elə vacib əzbər bilinməli olan hissələrdən deyil. Elə 1-2 dəfə əzbərləsəz elə ömür boyu yadınızda qalacaq. Elə çətin olası bir şey deyil. Aydındır. Dərsin mənim izah edəcəyim hissələr bu qədər.